Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Siyasi. Bugün sizlərlə maddə miqdarı və Avogadro qanunu bölməsinin kimyəvi formullar üzrə hesablamalar mövzusundakı 51-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən gəlin 51-ci sualdan başlayaq. Sual 51. XY2 və XY3 birləşmələrini verib, bu maddələrdə Y-in kütlə payını verib 50%. Digərində isə n%. Eni hesablamağımızı istəyir. Uşaqlar, gəlin ilk öncə XY2 birləşməsinin nisbi molekul kütləsini hesablayaq. XY2 bərabərdir. X üzərinə gəlinsin 2Y. Bizə deyir ki, bu birləşmədə Y-in kütlə payı, yəni omega Y bərabərdir 50%. Uşaqlar, Y-in kütlə payını necə hesablanır? Y-in kütləsinin 2Y uşaqlar. Y-in kütləsinin həm birləşmədə 2Y qədər Y var. Ümumi birləşmənin kütləsinə olan nisbətinin faizli ifadəsi vurulsun 100 bərabərdir 50. İxtisarlarımızı aparırıq 2 dəfə. 4Y bərabərdir X üzərinə gəlinsin 2Y. X bərabərdir 2Y. İndi davam edirik. Bizə deyir ki, digər maddədə, yəni XY3 birləşməsində Y-in kütlə payını istəyir. Uşaqlar, gəlin XY3 birləşməsinin nisbi molekul kütləsini yazaq. Mr XY3 bərabərdir. X üzərinə gəlinsin 3Y. Nisbi omega Y bərabərdir n. Onda n bərabərdir. Y-in kütləsinin 3Y bölünsün. X üzərinə gəlinsin 3Y. Vurulsun 100. Uşaqlar, X-i y ilə ifadə elədik, yəni 3Y bölünsün, 2Y üzərinə gəlinsin 3Y, vurulsun 100. Bu da uyğun olaraq bərabərdir, 3Y bölünsün 5Y, vurulsun 100. Y-lər ixtisar gedir və şey ixtisar gedir 20 dəfə, 20 dəfə 3, 60%. N də oldu 60%, cavab da oldu D variantı. 52-ci sual. Havada hansı qazların miqdarının artması havanın orta molyar kütləsinin artmasına səbəb olur? Uşaqlar, havanın orta molyar kütləsi 29-a bərabərdir. Oksigen qazının nisbi molekul kütləsi 32, helyumun nisbi molekul kütləsini bizə verib 4, azot N2 şəklində yazılır, nisbi molekul kütləsi 28. Uşaqlar, havada qazlar, baxın, havada olan qazlar, məsələn, oksigen O2 şəklindədir, azot N2 şəklindədir, yəni molekul şəklindədir. Daha sonra karbon qazı və s. Karbon qazının nisbi molekul kütləsi 12 üzərinə gəlsin 32 44 qram. Arqonun nisbi molekul kütləsini də bizə verib 40 qram. Deyir ki, hansının miqdarının artması havanın orta molyar kütləsinin artmasına səbəb olar? Uşaqlar, oksigenin molekul kütləsi havanın molekul kütləsindən çox olduğu üçün oksigenin miqdarı artsa orta molyar kütlə artacaq. Karbon qazının miqdarı artsa orta molyar kütlə artacaq. Arqonun miqdarı artsa orta molyar kütlə artacaq. Amma azot və helyumun miqdarının artması orta molyar kütlənin azalmasına gətirib çıxardar. Geçirik 53-cü suala. Hansı maddələrin 1 molunda eyni sayda atom var? Uşaqlar, hidrogenin 1 molu H2 şəklində yazılır. Hidrogen molekulu, helyum 1 atomludur. Su H2O şəklində yazılır. Ozonun 1 molda O3 şəklində yazılır. 1 molunda eyni sayda atom var. Baxın, suda da 3 Na sayda atom var. Ozonda da 3 Na sayda atom var. Hidrogende 2 Na sayda atom var. Helyumda da Na sayda atom var. 54-cü sual. İkinci qabda 0,5 mol X maddəsi əlavə etdikdə, İkinci qaba baxın 0,5 mol X maddəsi əlavə etdikdə tərəzi tarazlaşırsa X maddələrdən X hansı ola bilər? İlk öncə X maddəsinin nisbi molekul kütləsini, daha doğrusu atom kütləsini müəyyən eləyək. 1 mol oksigenin kütləsi, uşaqlar, oksigen qazının kütləsi 32 qramdır. H2S-in nisbi molekul kütləsini hesablayaq. 2 üzərinə gəlinsin 32 bərabərdir 34 qram. 1 molunun kütləsi 34 qramsa yarım mol, yəni 0,5 molunun kütləsi 17 qram eləyəcək. Onda belə çıxır ki, 17 üzərinə gəlinsin 0,5 mol X, 0,5X bərabərdir 32. 0,5X bərabərdir 15. X də bərabərdir 15 bölünsün 0,5. Vergülü sağa aparırıq, yuxarı bir 0 atırıq. 5-ə ixtisar getdi 30 dəfə. Deməli, X də bərabərdir 30. X-in nisbi atom kütləsi 30 qramdır. İndi nisbi atom kütləsi 30 qram olan qazı müəyyən edirik. S2H4-də nisbi molekul kütləsi çaşdım. Nisbi molekul kütləsi 30 qram olan qazı müəyyən edirik. S2H4-də nisbi molekul kütləsi 28 qram, 1 deyil. S2H6-da nisbi molekul kütləsi 30 qram, NO-da nisbi molekul kütləsi 30 qram, CH4-də nisbi molekul kütləsi 16 qram, doğru deyil. N2-də də 28 qram, doğru deyil. Cavab 2 və 3. Keçirik 55-ci suala.
55, 0,2 mol, 0,2 mol metal karbonat. Karbonatın kütləsi uşaqlar 25 qramdır. Metalın nisbi atom kütləsini istəyir uşaqlar. 1 molunun kütləsi də metalın elə metalın yox, birləşmənin nisbi atom kütləsinin, nisbi molekul kütləsinə bərabər olar da. 0,2 molunun 0,2 mol metal karbonatın kütləsi 25 qramsa, 1 mol metal karbonatın kütləsi onun nisbi molekul kütləsinə bərabər olar. Metal üzərinə gəlsə 12, o da 48, 60 qram. Bizdən metalın nisbi atom kütləsini istəyir. Elə bu birləşmədə metal tapıb nisbi atom kütləsi avtomatik tapılır. Metal üzərinə gəlinsin 60, 0,2 ilə 25-in yanına bir 0 atırıq. 2 ixtisar getdi, 125 dəfə bərabərdir 125. Metalın nisbi atom kütləsi də bərabərdir 65 qram. Bu qədər sadə. Keçirik 56-cı suala. Eyni tipdə sualdır uşaqlar. 0,5 molunun kütləsi 42 qramdır. 1 molunun kütləsi də olacaq. Metal üzərinə gəlinsin 60 qram. Bizə yenə metal nisbi atom kütləsini istəyir. 0,5 ilə 42-ni ixtisar aparırıq. 5-i ixtisar getdi. 84 dəfə. Metal üzərinə gəlinsin 60 bərabərdir 84. Metal da bərabərdir 24 qram. Cavab da oldu 24. Keçirik 57-ci suala. 0,8 mol metal karbonatın kütləsi 100 qramdır. Uşaqlar, eyni tipdə sualdır, eyni şəkildə də həll olunur. 58-ci sual. Qələvi metalın hidridinin, peroksidinin molyar kütlələrinin cəmi 120 qramdır. Uşaqlar, qələvi metallar hansılardır? Litium, natrium, kalium, rubidium, bir də sezium. Qələvi metallar bunlardır uşaqlar. Qələvi metalların hamısı bir valentlidir. Qələvi metalın hidridi bu şəkildə yazılır. Bilmirik hansı qələvi metal. Tutaq ki, qələvi metalı X götürürük. Hidridi bu şəkildə yazılır. Peroksidi də X2O2 şəklində yazılır. Natrium 2O2, kalium 2O2. Baxın, peroksidi də bu şəkildə yazılır. Molyar kütlələrinin cəmi, yəni bu ikisinin emerlərinin cəmi bərabərdir 102 qram. Gəlin indi emerləri toplayaq. X üzərinə gəlinsin 1, üzərinə gəlinsin 2x, üzərinə gəlinsin 32 bərabərdir 102 qram. 3x bərabərdir 102-dən 32 çıxanda uşaqlar 70, 70-dən də 1 69. X də bərabərdir 23 qram. Bizə deyir ki, metalın nisbi atom kütləsi, metalın nisbi atom kütləsi də üstünə biz 58 yazırdıq. Metalın nisbi atom kütləsi də 23 qramdır. Davam edirik 59-cu sualla. 59-cu sual. Qələvi metalın oksidinin, peroksidinin molyar... Uşaqlar, indi qələvi metalın oksidindən danışır. Qələvi metallar bir valentlidirsə, oksidləri X2O şəklində yazılır. Qələvi metalın peroksidinin formulu da X2O2 şəklində yazılır. Bizə deyir ki, bunların peroksidi molyar kütlələri cəmi 204 qramdır. Yuxarıdakı kimi həll edirik. 2x üzərinə gəlsin 16, üzərinə gəlsin 2x, üzərinə gəlsin 32. Molyar kütlələrinin cəmi 204 qram. 4x üzərinə gəlinsin 48 bərabərdir 204 qram. Tərəflərin hamısını 4-ə bölürük. X üzərinə gəlinsin 12, 51 qram. X də bərabərdir 51, 12, 39 qram. X elementinin nisbi atom kütləsi 39 qram. Keçirik 60-cı suala. Uşaqlar, 60-cı sualın biz eynisindən, yəni eyni tip sualı bundan əvvəl də işləmişdik. Gəlin işləyək bir daha. X brom üçün 0,2 mol X brom üçün kütləsini bizə verib neçə qramdır? 5,34 qram. X-in nisbi atom kütləsini istəyir uşaqlar. 1 mol X brom üçün kütləsi nə qədər olacaq? O nisbi molekul kütləsinə bərabər olacaq. Nisbi molekul kütləsi X üzərinə gəlinsin. Bromun nisbi atom kütləsi 80, 80 vurulsun 3. İxtisarlarımızı aparırıq. Vergül hər iki tərəfdən sağa gedir. 2-yə ixtisar getdi. 2, 13, 2-yə 6 dəfə 267. X üzərinə gəlinsin 240 bərabərdir 267. X də bərabərdir 27 qram. Metalın nisbi atom kütləsi də oldu uşaqlar 27 qram. Keçirik 61-ci suala. 61. 0,1 mol
X2O3 birləşməsinin kütləsi 16 qramdır. Deyir 0,5 mol XnO4 kütləsi 11,6 qramsa eyni müəyyən edir. İlk öncə gəlin X-in kütləsini müəyyən eləyək. 0,1 mol X2O3-ün kütləsi 16 qramdırsa, 1 mol X2O3-ün kütləsi neçə qram olacaq? Onun ismi molekul kütləsinə bərabər olacaq. 2x üzərinə gəlinsin 48 qram. X sayılarımızı aparırıq, vergülü bir ədəd sağa atırıq 160. 2x üzərinə gəlinsin 48 bərabərdir 160. X üzərinə gəlinsin 24 bərabərdir 80. X də bərabərdir 56 qram. Deməli, X-in nisbi atom kütləsini müəyyən etdik 56 qram. İndi XnO4 birləşməsi, baxın, 0,5 mol XnO4 birləşməsinin kütləsi nə qədərdir? 11,6 qram. Uşaqlar, bəs 1 mol XnO4 birləşməsinin kütləsi nə qədər olacaq? XnO4 birləşməsinin kütləsi də olacaq. Nisbi molekul kütləsinə bərabər olacaq. X-in nisbi atom kütləsi 56 deyil, 56 n üzərinə gəlinsin 4 dəfə 16, yəni 64. Yəni də hesablamağımızı aparaq. Vergülü bir ədəd sağa çəkirik, bir ədəd sağa buradan çəkirik, 5 bir ədəd sağa, bir ədəd sağa çəkdik, 0 atırıq yanına, 5-ə ixtisar getdi, 1106-nı da 5-ə ixtisar aparanda 2 dəfə, 16 5-ə ixtisar gedir 3 dəfə, 232, 56 n üzərinə gəlinsin 64 bərabərdir 232. Tərəflərin hər birini 8-ə bölürük, 7 n üzərinə gəlinsin 8 bərabərdir 8-ə ixtisar gedir 2 dəfə, 16, 72 də 8-ə gedir 9 dəfə, 7 n bərabərdir 21, n də bərabərdir 3. Uşaqlar, n-i müəyyən elədi, n oldu 3. Bu qədər. Keçirik 62-ci suala. 62-ci sual. Müəyyən həcm metanın kütləsi 80 qramdır. Uşaqlar, metanın formulunu bizə aşağıda verib. Uşaqlar, həcm gəlin molla hesablayaq, həcmlə hesablamayaq, onsuz da eyni nəticəni alacaq. Müəyyən həcm tutaq ki, müəyyən mol. Müəyyən mol metanın kütləsi, x mol metanın kütləsi 80 qramdır. Uşaqlar, bizim aşağıda verilib 1 mol metanın kütləsi verilib. 1 mol metanın kütləsi neçə qramdır? 16 qramdır. 16 ilə 80-i ixtisar aparırıq, 5 dəfə qalır. Deməli, x bərabərdir 5 mol. Həcm nə qədər olacaq uşaqlar? 5-i vurarsınız 22,4-ə 112 litr. Deməli, 112 litr metanın kütləsi 80 qramdır. Eyni şəraitdə, şərait eynidir. Həmin həcmdə, yəni 112 litrdə, qısacası 5 molda oksigen qazının kütləsini müəyyən edin. Deyir, 5 mol oksigen qazının kütləsini müəyyən edin. 5 dəfə 32 uşaqlar bərabərdir 160 qram. Bu qədər sadə. Keçirik 63-cü suala. Müəyyən həcm propanın kütləsi 13,2 qramdır. Eyni şəraitdə həmin həcm karbon monoksidin kütləsi neçə qram olur? Uşaqlar, eyni tipdə sualdır. Gəlin 63-cü sualda yazaq. Müəyyən həcm tutaq ki, x mol propanın kütləsi 13,2 qramdır. Düz deyil. 1 mol propanın kütləsi neçə qram olacaq uşaqlar? 44 qram. 44-ə ixtisar aparırıq, 0,3 dəfə ixtisar gedir. Gördünüz, 0,3 mol, deməli x bərabərdir 0,3. 0,3 mol propanın kütləsi 13,2 qramdır. Həmin həcm, yəni 0,3 mol karbon monoksidin kütləsi neçə qramdır? Uşaqlar, 0,3 mol CO-nun kütləsi uyğun olaraq bərabərdir 0,3 vurulsun 28. 3 dəfə 8, 24, 2 yadda, 3 dəfə 2, 6, 8,4 qram. Keçirik 64-cü suala. Eyni kütləli oksigen qazı və azondan ibarət qaz qarışığının orta molyar kütləsini hesablayın. Gəlin 64-cü sualı hesablayaq. Eyni kütləli oksigen qazımız var, bir də ozon qazımız var. Oksigenin nisbi molekul kütləsi 32 qramdır. Ozon nisbi molekul kütləsi 48 qramdır. Mən demişdim ki, belə hesablamalar aparanda ən yüksək kütlə hansı maddəyə maliksə onun kütləsini götürürük. Tutaq ki, 48 qram, hər ikisindən 48 qram götürürük. 48 qram oksigen qazı götürürük. 48 qram da ozon qazı götürürük. Uşaqlar, 48 qram ozon qazı neçə moldur? 1 mol deyil. 48 qram oksigen qazı neçə mol olacaq? 1,5 mol.
1 mol oksigen qazı 32 qramdırsa, tənasüb qurarıq uşaqlar. 1,5 mol oksigen qazı da 48 qram olur. İndi uşaqlar istənilən nisbətdə bunu götürə bilərsiniz. Götürməyin 48, götürün 96, 96. Elə bir ədəd götürün ki, tam bölünə bilsin. İstənilən nisbətdə götürsəz elə orta molar kütlə eyni alınacaq. Yəni yoxlaya da bilərsiniz uşaqlar. Biz ən sadə rəqəmlərlə hesablama aparırıq. Orta molar kütlə də bərabərdir 48 qram oksigen üzərinə gəlsin 48 qram azon, 1,5 mol oksigen üzərinə gəlinsin 1 mol azon. Uşaqlar, hər ikisindən eyni kütlə nisbətində götürdüyümüz üçün bir də 32 vurulsun 1,5, 48 vurulsun 1 yazmadım. 48, baxın, indi belə yazanda böyük ehtimal fikri qarışıqlığı yarana bilər. Gəlin orta molar kütləni aşağıda bir dəfə də yazaq. Deməli 32 qram oksigenin molar atom kütləsi, düz deyil. 32-ni vururuq, neçə mol oksigen götürmüşük? 1,5 mol oksigen götürmüşük. Üzərinə gəlirik 48 qram neçə mol azon götürmüşük? 1 mol. 1 vurulsun 48 bölünsün 1,5 üzərinə gəlinsin. Bir uşaqlar eyni nəticədir yuxarıdakının. Sadəcə daha aydın başa düşəsiz yazdım. 48 və 48 96 bölünsün 2,5. İxtisarlarımızı aparırıq. İlk öncə gəlin 5-ə ixtisar aparaq. 5-ə getdi. 5-ə ixtisar aparacağımız uşaqlar 4-ə də vura bilərik birbaşa. Çünki aşağı 100 eləyər. 2 dənə 0 atarıq yuxarıdan. Gəlin 5-ə ixtisar aparmışıq. Vuraq 4-ə uşaqlar. 4-ə vurmaq daha rahat. Hər iki tərəfi 4-ə vururuq. Hər iki tərəfi 4-ə vuranda 100-də 4 dəfə 6 24 2 yadda. 4 dəfə 9 36 38. 2 dənə 0 atırıq. 38,4 qram. Bu qədər uşaqlar. Qram bölünsün mol. Molar kütlənin vahidi qram bölünsün moldur. 64-cü sualdan da bu qədər. Keçirik indi 65-ci suala. (44,6 qram X3N2 birləşməsində cəmi 6,2 vurulsun 10^23 sayda atom var. X elementin nisbi atom kütləsini hesablayın. 65-ci sual. 44,6 qram X3N2 birləşməsində cəmi 6,2 vurulsun 10^23 sayda atom var. Düz deyil uşaqlar. Yaxşı, bəs 1 molun kütləsi nə qədər eləyəcək? 3x üzərinə gəlinsin 28. 1 mol X3N2 birləşməsinə olan atomların sayı 3 dənə X atomu var, 2 dənə də azot atomu var. 5 vurulsun 6,2 vurulsun 10^23 sayda atom var. Uşaqlar, atom sayını hesablayanda birləşmədəki sayını bilirik ki, Na, yəni 6,2 vurulsun 10^23-ə vururduq. Gəlin indi tənasübü hesablayaq. X elementin nisbi atom kütləsi avtomatik olaraq tapılır. İxtisarlarımızı aparırıq. 3x üzərinə gəlinsin 28 bərabərdir. 5 dəfə 6 33 yadda. 5 dəfə 4 20 o da 3 2 yadda. 5 dəfə 4 20 223 qram. 3x bərabərdir 195 qram. X də bərabərdir 65 qram. Yəni X elementin nisbi atom kütləsi 65-ə bərabər oldu. Keçirik 66-cı suala. 10 qram X3N2 birləşməsində, uşaqlar yuxarıdakı sualdan baxın, eyni tipdə sualdır. 10 qram, baxın, X3N2 birləşməsində atomların sayını verdi. 3,1 vurulsun 10^23 sayda atom var. Normalda nisbi molekul kütləsi nə qədərdir? 3x üzərinə gəlinsin 28 qram, yəni maddənin 1 molunda neçə atom olur? 5 vurulsun, 6,2 vurulsun, 10^23 sayda atom olur. 10^23'lər ixtisar getdi, 3,1 ixtisar getdi 2 dəfə, 2 dəfə 5, 10. 3x üzərinə gəlinsin 28 bərabərdir 100, 3x bərabərdir 72, x də bərabərdir 24 qram. Nisbi atom kütləsini müəyyən elədi, 24 qram. Keçirik 67-ci suala. 32 qram metan qazının 40 litr həcm tutduğu təzyiq və temperaturda 64 qram CO2 qazı, daha doğrusu SO2 qazı neçə litrdir? 67-ci sual. Uşaqlar, ilk öncə 32 qram normal şəraitdə, baxın, 32 qram metan qazı neçə moldur? Gəlin onu müəyyən eləyək. Normal şəraitdə 16 qram metan qazı 1 moldursa, 32 qram metan qazı neçə mol olur? 2 dəfə çox, 2 mol. Və normal şəraitdə 32 qram metan qazı 2 moldur, düz deyil. 2 mol qazın, baxın, bu temperatur və təzyiqdə 2 mol qaz 40 litr həcm tutur.
Uşaqlar, eyni temperatur və təzyiqdə bütün qazların 2 molu 40 litr həcm tutacaq. Gördünüz? Onda qazların 1 molu həmin temperatur və təzyiqdə neçə litr həcm tutacaq? 20 litr həcm tutacaq. Deməli, bu temperatur və təzyiqdə 1 mol qazın neçə litr həcm tutduğunu müəyyən elədik. 2 molu 40 litr həcm tutursa əgər. İndi davam edirik. Bizə deyir ki, 67-ci sualda 3,2 qram 32 getdi. İndi 64 qram deyir SO2 qazı neçə litr həcm tutar? Şöyle ilk öncə 64 qram SO2-nin normal şəraitdə neçə mol olduğunu müəyyən eləyək. 64 qram SO2 normal şəraitdə 1 moldur. Biz nə dedik uşaqlar? Təzyiq və temperatur əgər olduğu kimi qalsa, tutaq ki, təzyiq və temperatur n-dir də, n təzyiq, 1 atmosfer, biz normal şəraitdə 1 atmosfer təzyiqi, 0 dərəcə Selsi temperatur götürürük. Təzyiq və temperatur başqa olduqda maddənin 1 molu 20 litrdir. Normal şəraitdə maddənin 1 molu 22,4 litrdir. Bu temperatur və təzyiqdə isə 20 litr oldu. Onda SO2-nin də 1 molu neçə litr olacaq? Elə 20 litr olacaq. Cavab da oldu 20. Həmin temperatur və təzyiq üçün maddənin 1 molunun həcmini müəyyən elədik. İstənilən qaz üçün bu temperatur və təzyiqdə maddənin 1 molunun həcmi 20 litr olacaq. Keçirik 68-ci suala. Eyni tipdə sualdır. 16 qram oksigen qazının 5 litr həcm tutduğu təzyiq və temperaturda 16 qram SO2 qazı neçə litr həcm tutar? Eyni sualdır uşaqlar. İlk öncə 16 qram oksigenin neçə mol olduğunu müəyyən edirik. 0,5 mol, 1 mol oksigen 32 qramdır uşaqlar. 0,5 mol qaz bu təzyiq və temperaturda neçə litr həcm tutur? 5 litr həcm tutur. Onda 1 mol qaz bu təzyiq və temperaturda neçə litr həcm tutacaq? 10 litr həcm tutacaq. İndi SO2 qazının neçə mol olduğunu gəlin müəyyən eləyək. 1 mol uşaqlar SO2 qazı 64 qramdırsa, 16 qram SO2 qazı neçə mol olacaq? Bilmirik, n mol olsun. N də bərabər 16-ya ixtisar gedir 4 dəfə. 4də 1 mol qazın tutduğu həcm nə qədər olacaq? Deməli, bu temperatur və təzyiqdə 1 mol qaz 10 litr həcm tuturdursa, 4də 1 mol qaz, mən başqa temperatur və təzyiqini hesablayıram, normal temperatur və təzyiq, normal şərait üçün hesablamıram. Neçə litr həcm tutacaq, onu hesablayırıq. X litr həcm tutacaq. X də bərabərdir 2,5 litr. Keçirik 69-cu suala. Uşaqlar, bu sual əslində çox sadə sualdır. Gəlin diqqətlə baxaq. 64 qram oksigen. Uşaqlar, neçə moldur? Gəlin onu müəyyən eləyək. 64 qram oksigen. 1 mol oksigen neçə qramdır uşaqlar? 1 mol oksigen qazı 32 qramdırsa, 64 qram oksigen qazı 2 mol olacaq. A bərabərdir 2. 89,6 litr qaz 4 moldur. Qazların 1 molu dedik ki, normal şəraitdə 22,4 litrdir. 4 molda olacaq 89,6 litr. 3,1 vurulsun 10 üstü 24 hidrogen molekulu neçə moldur uşaqlar? Orada 10 üstü 24-ə diqqət edin. 1 mol hidrogen molekulu 6,2 vurulsun 10 üstü 23 sayda atom tutur. 3,1 vurulsun 10 üstü 24'də baxın uşaqlar, ixtisarlarımızı aparıq. Neçə mol olacaq bilmirik. X mol olsun. 10 dəfə qalır. Onu 3,1-ə vuranda 30,1 eləyir. 30,1-ə də ixtisar gedir 5 dəfə. Onda C də bərabərdir 5 mol. A plus B plus C cəmini istəyir. Cavab da oldu 11. Keçirik 70-ci suala. Alüminium və hidrogen xloridin reaksiyasının qrafikinə əsasən neçə mol X maddəsi alınır? 70-ci sual. İlk öncə gəlin reaksiyanı yazaq uşaqlar. Alüminium sabit 3 valentli elementdir. Üzərinə gəlinsin hidrogen xlorid. Onda turşularla, daha doğrusu duzlu da 3 valentli olacaq. Alüminium, xlor 3. Üzərinə gəlinsin hidrogen. Hər hansı bir məsələni hesablayanda ilk öncə əmsallaşdırmalıyıq. Əgər məsələni əmsallaşdırmasaq, reaksiyanı əmsallaşdırmasaq, məsələnin cavabını düz tapa bilməyəcəyik. Ona görə də 2 mol yazırıq alüminium xlor üçün qarşısına, 2 mol yazırıq alüminiumun qarşısına, 6 mol yazırıq H-xlorun qarşısına, 3 mol da yazırıq hidrogenin qarşısına. İndi bizə deyir ki, başda baxın, diqqətlə qrafikə baxın uşaqlar.
İlk öncə başlanğıc maddələrə baxırıq. Başlanğıc maddələr baxın bu ikisidir. Niyə? Çünki müəyyən bir mol miqdarına malikdirlər. Daha sonra həmin mol miqdarı azalır. Amma reaksiya nəticəsində alınan maddələr mütləq qrafikin 0 olan hissəsindən başlayır. Səbəb də baxın, alüminiumla H-xlor reaksiyaya daxil olmasaydı alüminium xlor3 və H2 hardan əmələ gələrdi? Deməli onların başlanğıc mol miqdarı 0-dır. Reaksiyadan sonra onlar müəyyən bir mol miqdarına malik olurlar. Deməli X və Y reaksiya nəticəsində alınan maddələrdir. İndi hansı maddənin X, hansı alüminium xlor3 X-dir, yoxsa Y-dir, gəlin onu müəyyən eləyək. Bizə deyir ki, 0,6 mol Y alınır. X-in mol miqdarı baxın, Y-in mol miqdarından daha aşağıdır. Uşaqlar, reaksiya tənliyinə diqqətlə baxın. Hidrogenin mol miqdarı daha çoxdur, yoxsa alüminium xlor3-ün? Əlbəttə ki, hidrogenin. Onda Y olacaq hidrogen, X də olacaq alüminium xlor3. Niyə? Çünki baxın qrafikə görürük ki, Y-in mol miqdarı X-in mol miqdarından daha çoxdur ki, reaksiyada baxanda hidrogenin mol miqdarı alüminium xlor3-ün mol miqdarından daha çoxdur. X və Y-i müəyyən elədi. Əgər 0,6 mol hidrogen alınırsa, onda 0,4 mol da alüminium xlor3 alınacaq. Mol miqdarları eyni nisbətdə olur uşaqlar. 2 mol alüminium xlor3-dən 3 mol hidrogen alınırdısa, 0,6 mol hidrogen neçə mol alüminium xlor3 alınanda alınacaq? X mol. X də bərabərdir. İxtisarlarımızı aparırıq 0,2 dəfə 0,4 mol. Tənasüblə də cavabı tapa bilirik. Keçdik 71-ci suala. Hidrogen və oksigendən ibarət 32 qram qarışığa 40 qram oksigen əlavə edən zaman guruldayıcı qaz qarışığı əmələ gəlir. İlkin qarışıqda hidrogenin kütlə payını hesablayın. Uşaqlar, gəlin 71-ci sualı hesablayaq. Hidrogen və oksigenden ibarət qaz qarışığı var. Qarışığın kütləsi oldu 32 qram. Qarışığa əlavə olunur 40 qram oksigen. Düz deyil uşaqlar. 40 qram oksigen. Guruldayıcı qaz qarışığı alınır. İlk öncə gəlin guruldayıcı qaz qarışığı nədir onu müəyyən edək. Guruldayıcı qaz qarışığı 2 mol hidrogen və 1 mol oksigenden ibarətdir. Guruldayıcı qaz qarışığı nəticəsində də uşaqlar 2 mol su alınır. Yəni 2 mol nisbəti 2-nin 1-ə nisbətdir. Uşaqlar 2 mol su alınmır da 2-nin 1-ə nisbətdir. Hidrogenin miqdarı qədər su alınır. Guruldayıcı qaz qarışığında hidrogenlə oksigenin mol nisbəti 2-nin 1-ə nisbəti şəklindədir. 2 mol hidrogen və 1 mol oksigenden ibarət qaz qarışığına da guruldayıcı qaz deyilir. İndi davam edirik. Bizə deyir ki, baxın 32 qram qazımız var idi. Başlanğıcda baxın neçə mol hidrogen götürmüşük, neçə mol oksigen götürmüşük bilmirik. 32 qram qaz var. 40 qram oksigen əlavə olunur guruldayıcı qaz. Yəni 2x-in x-ə olan nisbətində qaz qarışığı alınır və qaz qarışığının ümumi kütləsi neçə qram olacaq uşaqlar? 72 qram. Maddə kütləsinin saxlanılması qanunu. Reaksiyaya 32 qram qaz qarışığımız var idi. 40 qram qaz qarışığı da daxil olursa, reaksiya nəticəsində 72 qram su alınıb deməkdir. Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, reaksiya nəticəsində alınan maddənin kütlələri cəminə daim bərabərdir. Deməli, guruldayıcı qaz qarışığında maddələrin kütlələri ümumi 72 qramdır. Yəni 2x-in x-ə olan nisbətində olan hidrogen-oksigen qarışığının cəmi 72 qramdır. İndi gəlin qarışığın kütləsini hesablayaq, x-i müəyyən eləyək. 2x mol hidrogen var, 2x vurulsun 2 üzərinə gəlinsin, x mol oksigen var, x vurulsun 32 bərabərdir 72. 4x üzərinə gəlinsin 32x bərabərdir 72. 36x bərabərdir 72. X də 72, x də bərabərdir 2. Deməli uşaqlar biz nə dedik? 2x hidrogen üzərinə gəlinsin, x mol O2 deyildi. X-in yerinə 2 qoyuruq, 4 mol hidrogen və 2 mol oksigenden ibarət qaz qarışığı alındı. 2-nin 1-ə nisbəti olduğu üçün qaz qarışığı guruldayıcı qaz adlanır. İndi davam edirik. Deyir ki, ilkin qaz qarışığında hidrogenin kütlə payını istəyir bizdən uşaqlar. İlkin qaz qarışığında hidrogenin ilk öncə gəlin kütləsini müəyyən eləyək. Omega hidrogen bərabərdir. İlkin qaz qarışığı üçün hesablayırıq. Qaz qarışığının ümumi kütləsini bilirik 72 qram. İlkin qaz qarışığı, 72 qram biz 40 qramı əlavə eləyəndən sonra oldu. İlkin qaz qarışığında 32 qram qaz var idi. Bu 32 qram qazında sonradan biz ancaq oksigen əlavə elədik. Hidrogen olduğu kimi qalmışdı. İçərisində 2x mol hidrogen var idi. Yəni 4 dəfə 2 8 qram hidrogen var idi. Vurulsun 100 bərabərdir 8'e ixtisar gedir 4 dəfə 25%. Uşaqlar, inşallah bu dediyim ifadəni tam aydın şəkildə izah eləyə bildim.
Qarışığa biz ancaq oksigen əlavə elədik. Yəni hidrogenin miqdarı sabitdir. Başlanğıcda nə qədər hidrogen var idisə, sonda 4 mol hidrogen aldıq. Elə başlanğıcda da 4 mol hidrogen olub. Çünki hidrogeni biz əlavə eləmədik, nə də ki çıxartmadıq. Başlanğıcda da deməli 4 mol hidrogen olub. Oksigenin miqdarı dəyişdi, artdı və azaldı. Başlanğıc qarışıqda hidrogenin kütlə payını istədiyinə görə baxın ilkin qaz qarışığında. İlkin qaz qarışığının kütləsi 32 qram idi. Ona görə biz 32 qramla hesabladıq hidrogenin kütlə payını. Keçirik 72-ci suala. Yetmiş ikinci sual. Birinci qabın boş kütləsi ikinci qabın boş kütləsindən 4 dəfə azdır. Deməli nə dedik? Birinci qabın boş kütləsi ikinci qabın boş kütləsindən 4 dəfə azdır. Gəlin elə qabın üzərində göstərək. Birinci qabın boş kütləsi, ikinci 4 dəfə azdır. Birinci qabın boş kütləsini götürürük x, ikinci qabın boş kütləsini də götürürük 4x. Baxın, boş kütlə bu qədər azdır. İkinci qabın kütləsi, birinci qaba, ikinci qabın kütləsi qədər, ikinci qabın kütləsi nə qədərdir uşaqlar? 4x qram. 4 ikinci qabın kütləsi qədər oksigen doldurduqdan sonra qabların kütlələri bərabərləşir. Birinci qaba müəyyən qədər hidrogen, ikinci qabın kütləsi qədər oksigen doldurduqdan sonra, birinci qaba müəyyən qədər hidrogen doldurur. Nə qədər doldurur bilmirik. İkinci qaba isə qabın kütləsi qədər oksigen doldurur. Yəni 4x qram oksigen qaz doldurur. Onda ikinci qabın kütləsi nə qədər oldu uşaqlar? 4x qabın öz kütləsi idi. 4x qramda oksigen doldurdu. İkinci qabın kütləsi oldu 8x qram. Birinci qabın kütləsi özü x qram idi. Müəyyən qədər hidrogen doldurdu. Qabın kütləsi bərabərləşdi. Deməli nə qədər hidrogen doldurub? 7x qram hidrogen doldurub ki, biz kütləni hesablayırıq uşaqlar. Mol miqdarını hesablamırıq burada. Kütlə ilə düşünün bunu. Qabın kütləsi x qram idi. 7x qram da hidrogen qazı doldurdu ki, qramla. 8x elədi ümumi kütlə, qabın kütləsi. Sağ tərəfdə də qabın kütləsi, yəni böyük qabın kütləsi 4x qram idi. 4x qram da qabın kütləsi qədər də oksigen doldurmuşduq. Ümumilikdə də qabın kütləsi 8x qram elədi. Kütlələri müəyyən elədik. Birinci qaba əlavə edilən hidrogenin mol miqdarı, indi artıq mol miqdarından danışır. İkinci qaba əlavə edilən oksigenin mol miqdarından neçə dəfə çoxdur. Uşaqlar, gəlin indi 72-ci sualı sağ tərəfdə yazaq. 1 mol hidrogenin kütləsi ilk öncə neçə qramdır onu deyək? 2 qram. 1 mol hidrogenin kütləsi 2 qramdır. Biz qaba nə qədər hidrogen əlavə elədik? 7x qram hidrogen əlavə elədik. 7x qram hidrogen neçə moldur? Bilmirik. A mol. Olsun A mol. İndi A-nı müəyyən eləyək. A bərabərdir 7x bölünsün 2 mol. Deməli, birinci qaba əlavə edilən hidrogenin mol miqdarı, 7x bölünsün 2-dir. İndi gəl ikinci qaba əlavə edilən oksigenin mol miqdarına baxaq. 1 mol oksigenin kütləsi 32 qramdır. Düz deyil uşaqlar, 32 qram. Tutaq ki, B mol oksigenin kütləsi olsun 4x qram. Çünki biz qaba 4x qram oksigen əlavə elədik. Onda B də bərabərdir uşaqlar. 4x'in 32 olan nisbəti hər tərəfi 4'ə bölürük. X'in 8'ə olan nisbətinə bərabərdir. Gördünüz uşaqlar? Deməli, x bölünsün 8 mol oksigen əlavə eləmişik. 7x bölünsün 2 molda birinci qaba hidrogen əlavə eləmişik. H2 və O2. İndi bizdən sual olaraq nə istəyir? Deyir ki, birinci qaba əlavə edilən hidrogenin mol miqdarı, yəni 7x bölünsün 2. İkinci qaba əlavə edilən oksigenin mol miqdarına, ikinci qaba əlavə edilən oksigenin mol miqdarı x bölünsün 8. Neçə dəfə çoxdur? 7x bölünsün 2. Bilirik ki, kəsrin tərsi olur böləndə. 8 bölünsün x. X'lər x'lar gedir. 8'ə x'lar getdi 4 dəfə. Cavab da oldu 28. Deməli, birinci qaba əlavə edilən hidrogenin mol miqdarı, ikinci qaba əlavə edilən oksigenin mol miqdarından 28 dəfə çoxdur. Uşaqlar, məsələ biraz qəliz görünə bilər, amma inşallah ki, izahdan sonra tam aydın olmuşdur. 73-cü sual. Z elementin nisbi atom kütləsini müəyyən edin. Uşaqlar, qrafikə əsasən gəlin Z elementinin nisbi atom kütləsini müəyyən edək. 73-cü sual. Uşaqlar,
0,2 mol X2 Y2 maddesinin kütlesi ne kadardır? Baxın 0,2 mol X2 Y2'nin kütləsi bizə verilib 15,6 qram. Onda 1 mol X2 Y2'nin kütləsi onun elə X2 Y2'nin nisbi molekul kütləsinə bərabər olacaq. 2x üzərinə gəlinsin 2y. Gəlin x ilə y asıllığını hesablayaq. Vergülü sağa atırıq. 2x'lər gedir 78 dəfə. 2x üzərinə gəlinsin 2y bərabərdir 78. X üzərinə gəlinsin y də bərabərdir 39. İndi davam edirik ikinci asıllıq üçün. Baxın. 0,1 mol 0,1 mol X2Y birləşməsinin kütləsi 6,2 qramdır. Gəlin yazaq. 0,1 mol X2Y birləşməsinin kütləsi 6,2 qramdır. Düz deyil. Onda 1 mol X2Y birləşməsinin kütləsi neçə qram olacaq? 2x üzərinə gəlinsin y. Gəlin hesablamanı aparaq. Vergül birdən sağa gedir. 2x üzərinə gəlinsin y bərabərdir 62. Gəlin indi sistem tənli hesablayaq. X üzərinə gəlinsin y də bərabərdir 39. Y-lər gedir. X bərabərdir 62-dən 39 çıxanda 23. Y də avtomatik olaraq bərabərdir 16. X və Y-i müəyyən elədik. Bizə deyir ki, X-Z birləşməsində baxın, Z-in nisbi atom kütləsi. X-Z birləşməsi 0,1 molu 10,3 qramdır. Gəlin hesablayaq. X-Z birləşməsi üçün hesablayırıq. 0,1 mol X-Z birləşməsi kütləsini bizə verdi 10,3 qram uşaqlar. 1 mol X-Z birləşməsinin kütləsi uyğun olaraq olacaq. X üzərinə gəlinsin Z qram. Vergülü birdən sağa aparırıq. X üzərinə gəlinsin Z də bərabərdir 103. X-i bilirik 23. 23 üzərinə gəlinsin Z bərabərdir 103. Z də bərabərdir 80. Z-in də nisbi atom kütləsini müəyyən elədik 80 qram. Bu qədər sadə uşaqlar. Keçdik 74-cü suala. Uşaqlar, eyni tipdə sualda eyni cürdə həll olunur. Yəni eyni şəkildə ilk öncə x, y üçün müəyyən edirsiniz. Daha sonra x, y üçün müəyyən edirsiniz. X, z2 üçün müəyyən edirsiniz. Yəni cavab da sonda doğru alınır. Əgər tənliyi düzgün qursanız. Bayaqki sualını eyni tipdə həll edirsiniz. 75-ci sual. Eyni mol miqdarda götürülmüş x2O3 və x3O4 birləşməsinin qarışığı eyni mol miqdarda. Hər ikisindən A mol götürülüb uşaqlar. Qarışığının kütləsi olur 78,4 qram. Qarışıqda 1,4 mol oksigen atomu varsa, deyir ki 1,4 mol oksigen atomu varsa, atom uşaqlar molekuldan danışmır. Oksigen atomu varsa, X-in nisbi atom kütləsini hesablayın. Uşaqlar, qarışıqda baxın, A mol əgər biz X2O3 götürsək, A molda X3O4 götürsək, onda 2A mol qarışıqda, qaz qarışığında neçə mol oksigen atomu olur? 3A üzərinə gəlsin 4A, 7A mol oksigen atomu olur. Oksigen atomu. Gördünüz uşaqlar, bizə deyir ki, ümumilikdə qarışıqda 2A mol qarışıqda hərəsindən A mol götürmüşük. Deyir ki, 1,4 mol oksigen atomu var. Yəni 7A bərabərdir 1,4, A da bərabərdir 0,2 mol. Deməli biz 0,2 mol X2O3 birləşməsi götürsək, 0,2 mol da X3O4 maddəsi götürsək, ümumilikdə oksigen atomlarının sayı olacaq 1,4 mol. A-nı müəyyən elədi. İndi bizə deyir ki, X-in nisbi atom kütləsini hesablayın. Uşaqlar, 0,2 mol X2O3-ün kütləsi nə qədərdir? 0,2, gəlin, biraz. (0,2x), daha doğrusu 0,2 vurulsun, 2x üzərinə gəlinsin 48. Daha sonra üzərinə gəlinsin 0,2 molda X3O4 götürmüşük. 0,2 vurulsun 3x üzərinə gəlinsin 64.
bərabərdir uşaqlar neçə? 78,4 qram. Qarışığın ümumi kütləsini bizə vermişdi. İndi gəlin uyğun olaraq hesablayaq. 0,2-ləri mötərizə xaricinə çıxardırıq. 2x o da 3x, 5x üzərinə gəlinsin. 48-in üzərinə 64 də gəldikdə uşaqlar 112 eləyir. Bərabərdir 78,4. İxtisarlarımızı aparaq. 2,1-dən sağa gedir. 2-ləri ixtisar aparırıq. 3, 18, 9 dəfə 392. 5x bərabərdir 392 çıxılsın 392 çıxılsın 112. 5x də bərabərdir 280. X də avtomatik olaraq bərabərdir 56 qram. Deməli x-in nisbi atom kütləsi 56 qram oldu. Bu qədər sadə uşaqlar. Keçirik 76-cı suala. Eyni tipdə sual uşaqlar eyni şəkildə də həll olunur. Gəlin 76-nı da yazaq. Deməli, eyni mol miqdarda götürülür 76. Eyni mol miqdarda götürülür X2O3 birləşməsi, bir də X3O4. Qarışığın kütləsi 39,2 qramdır. Qarışığın kütləsini verdi 39,2 qram. Eyni mol miqdar A mol, A mol. Hər ikisindən A mol götürür. 0,5 mol X atomu olarsa. Bizə deyir ki, uşaqlar, 0,5 mol X atomu var. Hər ikisindən A mol götürsək, 39,2 qram qarşılığı 0,5 mol X atomu var. Uşaqlar, normalda gəlin hesablayaq. X2O3 birləşməsində 2A X atomu var. X3O4 birləşməsində də 3A X atomu var. Ümumilikdə X atomlarının sayı, X atomlarının atomlar sayı. Gördünüz uşaqlar, X atomların ümumi sayını müəyyən elədi. X2O3 birləşməsində 2A mol X atomu, X3O4 birləşməsində də 3A mol X atomu var. X atomların ümumi sayı 0,5 deyil. 5A bərabərdir 0,5. A da uyğun olaraq bərabərdir 0,1 mol. Deməli, biz 0,1 mol X2O3 birləşməsi götürmüşdük. 0,1 mol da X3O4 birləşməsi götürmüşdük. İndi bizdən X-in nisbi atom kütləsini istəyir. Ümumilikdə kütləni tapıb bərabərləşdiririk 39,2 qrama. 0,1 vurulsun 2x üzərinə gəlinsin 48. Üzərinə gəlinsin 0,1 vurulsun 3x üzərinə gəlinsin 64. Bərabərdir 39,2. 0,1 mötərizə xaricinə çıxardaq. 5x üzərinə gəlinsin 112 bərabərdir 39,2. Vergülü bir ədəd sağa atırıq. 5x bərabərdir 280. X də bərabərdir 56 qram. Cavab 56 oldu uşaqlar. Keçirik 77-ci suala. Bizə qarışığı verib kalsium oksid, bir də kalsium hidroksid. Qarışıqdakı elementlərin kütləsi, kalsiumun kütləsi 160 qram, oksigenin kütləsi 96 qram. Kalsium oksidin kütləsini müəyyən edin. 77-ci sual. Deməli, bizdə kalsium oksidimiz var və kalsium hidroksidimiz var. Düzdür uşaqlar. Neçə mol götürüldüyünü bilmirik. Kalsiumun kütləsini bizə verib. Tutaq ki, x mol kalsium oksid götürək, y mol da kalsium hidroksid götürək. Kalsium oksid, x mol kalsium oksiddə neçə qram kalsium var? 40x qram kalsium var. Çünki 1 mol kalsium oksiddə 40 qram kalsium varsa, x molunda da 40x qram kalsium var. Kalsium hidroksiddə neçə qram kalsium var? 40y qram kalsium var. Deməli, bizdə kalsium ümumi kütləsini vermişdi 160. 40x üzərinə gəlinsin 40y bərabərdir 160. X üzərinə gəlinsin y, hər tərəfi 40-a bölürük, 4-ə bərabərdir. İndi gəlin oksigenin kütləsini müəyyən eləyək. Kalsium oksid birləşməsində uşaqlar 16x qram oksigen var. Kalsium hidroksiddə isə 2 dəfə 16, 32, 32y qram oksigen var. Deməli, 16x üzərinə gəlinsin 32y də bərabərdir 96 qram. Hər tərəfi 16-ya bölürük, x üzərinə gəlinsin 2y bərabərdir 96-nı da 16-ya bölürük 6. Deməli, indi gəlin sistem tənlik quraq. X üzərinə gəlinsin y bərabərdir 4, x üzərinə gəlinsin 2y bərabərdir 6. X-lər ixtisar gedir, tərəf-tərəfə çıxırıq. 2y-dən y
y çıxanda y bərabərdir 2, x avtomatik olaraq bərabərdir 2. Deməli, qarışıqda kalsium oksidin kütləsi 2 mol kalsium oksid var. 1 mol kalsium oksidin kütləsi 40 üzərinə gəlinsin 16-56 qramdır. 2 mol kalsium oksidin kütləsi də 112 qram olacaq. Cavab da oldu 112. Keçirik 78-ci suala. 1 mol miqdarında olan atomların sayı. Uşaqlar, gəlin atom sayına diqqətlə baxaq. 1 mol oksigəndə neçə atom var? 2 dənə oksigen atom var. 2 Na sayda oksigen atom var. 2 Na variantımız yoxdur. Onda A variantı heç birinə getmir. B variantında 3 Na sayda 1 molunda olan uşaqlar atom sayını deyirdi. 3 dənə oksigen atom var. 3 Na eləyir. Onda 1-ə getdi B. Daha sonra gəlirik 3C variantına baxmağa. 4 Na sayda atom var. 2'ye getdi C. 3'də 7 Na sayda atom var. 7 Na heç bir varianta uyğun gəlmir. 5'də də Y variantında da 5 Na sayda atom var. 3'ə də getdi Y variantı. Bu qədər sadə. Keçirik 79-cu suala. Oksigen qazının kütlələri üçün uyğunluğu müəyyən edin. Uşaqlar, baxın. 3'dən başlayaq. 6,4 qram 32-dən 64-32-dən 2 dəfə çoxdur, düz deyil. Onda 2 molu 64 qramdırsa 0,2 molda 6,4 qram eləyəcək. 32-nin 128 32-dən 4 dəfə çoxdur. Deməli 0,4 mol oksigen 12,8 qram eləyəcək. 9,6 32-dən 3 dəfə çoxdur. Deməli 0,3 mol oksigen qazı, baxın 32. Oksigen qazı 9,6 qram eləyəcək. İndi gəlin sağ tərəfi də hamısını mola çevirək. Daha sonra molları uyğunlaşdıraq sadə şəkildə. 1,204 uşaqlar vurulsun 10 üstü 23. Baxın, əgər 2 mol olsaydı 12,4 eləyəcəkdi. 0,2 mol oksigəndə 1,204 olsun 10 üstü 23 sayda molekula. Uşaqlar, tənasib quraraq da bunu həll eləyə bilərsiniz. Hətta ilk başlayırsınızsa maddə miqdarını işləməyə tənasib qurun, daha rahat. Yəni artıq yaddaşınız öyrəşəcək, yəni əliniz öyrəşəcək sürətlə yazmağa. Amma belə yəni 3-4 dəfə işləmirsiniz, artıq şifahi şəkildə tapa bilirsiniz, eləyin. Amma imtahanda yəni çaşmaq istəmirsinizsə, yəni çaşma ehtimalınız varsa, fikriniz qarışa bilərsə, tənasib quraraq həll etməyiniz daha məntiqlidir. Altda %72 litr 0,3 moldur. 8,96 litr 0,4 moldur. 4,48 litr 0,2 moldur. 9,3 vurulsun 1,5 moldur. Uşaqlar, ya 6,2 1 moldursa 1,5'də 9,3 olsun 10 üstü 23 edir. İndi gəlin uyğunlaşdıraq. A variantı getdi 3'ə. 3'ün qarşısına yazıram A. 0,3 getdi 1'ə B. 0,4 C. 0,2 3'ə getdi həm də D. Y variantı heç birinə getmir. 1'ə B, 2'yə C, 3'ə də A, D. Keçdi 80-80-ci suala. Karbon qazının kütlələri arasındakı uyğunluğu müəyyən edin. Uşaqlar, yuxarıdakı sualla eyni tipdə həll olunur. Karbon qazının əməri nə qədərdir? 28 qram. Uşaqlar, eyni şəkildə həll olunur. Karbon qazı üzrəm, karbon monoksid yox. CO-dan danışmır, CO2-dən danışır. Yəni 44 qram. Uşaqlar, 44 qram 0,2 mol, 0,15 mol, 0,3 mol. Daha sonra sağ tərəfi də mola çevirib uyğun şəkildə uyğunlaşdıracaqsınız bayaqki kimi. Keçirik 81-ci suala. Uyğunluğu müəyyən edin. Eyni tipdə sualdır. Gəlin yenə bunu yazaq, çünki burada fərqli qazlar verilib. 11,2 litr 0,5 moldur. Mola çevirib hesablamaq çox rahatdır uşaqlar. 4,48 litr 0,2 moldur. 5,6 litrdə 0,25 moldur. 0,4 qram hidrogen uşaqlar 0,2 moldur. 22 qram 1 mol karbon dioksid 44 qram isə 22 qram 0,5 moldur. 8 qram C3H4, baxın C3H4-ün əmərini verib 40 qram. 5'də 1 mol, yəni 0,2 moldur. 10 qram C3H4, 10 qram C3H4 olacaq uşaqlar 4'də 1 mol, yəni 0,25 mol. 32 qram oksigen də 1 moldur. İndi gəlin uyğunlaşdıraq uşaqlar. 1'ə getdi B, 2'yə getdi A və C, 3'ə də getdi avtomatik olaraq D variantı. Bu qədər sadə. Keçirik 82-ci sualı. Eyni tipdə sualdır. Eyni şəkildə də həll olunur uşaqlar. 0,1 mol, 0,15 mol, 0,5 mol. 48 qram oksigen 1,5 mol, 0,1 mol, 1,5 mol. Daha sonra 15 qram C2H6 0,5 mol, 4,2 də 1,5 0,15 mol. Avtomatik olaraq 1'ə getdi B,
2'ye gedir A, bir də C, 3'ə də gedir D variantı. Bu qədər. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə maddə miqdarı Avogadro qanunu bölməsinin kimyəvi formullar üzrə hesablamalar mövzusundakı 51-dən sona qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın, Allaha əmanət olun, sağ olun.